Əbazər məsum deyil, amma məsumlara yaxın, məsum hərəkət eləmişdir. O, yağlı kənara qaçır. O süfrələr ki, nazı neymət var idi, onlara qaçır. Qaçdığı haraydı? Qaçdığı Əhl-i Əlinin sürəsi. O Əli ki, Əbazərdən fəxr elə. Əli kim? Əli Talib əleyhissalam. Dünya Əliyə dünyaymış. O Əli ki, müminlərin namısı, muttəqilərin namısı. Görün, Həzrət Əmir Əl-Mu'minini ağladı. Əmir Əl-Mu'minini ağladı, dedi. Sahabələr dedilər, ya Əli, niyə ağlısın? Bir Əbazəri gözləyirəm. Artıq Əbazər dünyada yoxdur. Əbazəri gözləyirəm. Dedi, bir gün məmurlar, o vaxtı xəlifənin məmurları gəldilər, 4 kisə qızınlar. Açdılar Əbazərin qapısını, daxil oldular. Dedi, Əlini tərk elə, tənha qoy Əlini. Bu 4 dənə qızıl kisə sənin. Əbazər. Dedi, ay şərəfsizlər, ay vicdansızlar, siz mənə 2 dənə həqarət elədiniz. Mənim haqqımı tapdınız. Nə idi bu həqarət? Dedi, birinci budur ki, təsəvvür elədiniz ki, mən Əlini tənha qoyacaq. Əbazər Əlini tənha qoyacaq. Bu bir. Mümkün olan bir şeydir. İkinci bundan ibarətdir. Əgər bütün aləmləri və dünyada bütün nazı neyməti mənim qarşıma getirəsiniz, Əlinin başında olan tüklərin bir telinə dəyməz. Bu ikinci həqarətdir. Durun, evimi tərk edin. And olsun, canım tek olan Allah'ın əlində Əmir Əl-Mu'minin buyurdu bu sözlər ki, mən ifadə edirəm. Dedi, o gün və onun o 3 gün ki var idi, Əbazər ac idi və o gecə əhl-əyalı ilə ac yata bilmədilər. Görün, təqva əhl-əyalı. Əbazər məsum deyil, amma təqva sahibi. Çünki əlini tənha qoymadı. Əlini tənha qoymayan insan heç zaman tənha ola bilməz. Yəni, bu Əbazərin hərəkəti bir ümmətə, bir millətə bir nümunə idi. Ki, bax, belə olmaq lazım. Ac olasan, 4 kisə qızıla almayasan, hər kişinin işidir. O kişilərin işidir. Əbazər də o kişiliğini, o mərdliğini, o Əliyə olan sevgisini ki, Allah Kur'an'da buyurur, 112. Hud suresi 112. ayəsində Peyğəmbərə bunu düz ol, necə sənə əmr eləmişəm. Və sənin tərəfdarlarında düz olsunlar. Əbazər düz ol. Allah'ın əmrinə tabi ol. Və bu əmri axirə qədər icra edir. Yəni deyirəm, Əbazər məsum deyil, əslən. Əbazər bizim kimi insandır. Amma Əhl-i Beytə yaxın olan insan hər zaman məsumlarla bahəm olmaq iqtidarındadır. Əsli iqtidar bu, əsli hakimiyyət bu, əsli izzət bu, əsli o ilahi, o yetişən ilahi qüvvəyə malik olan insanlar budur. Mən arzu edirəm, biz hamımız Əli kimi ola bilmədik. Mümkündür. Amma Əbazər kimi olmaq mümkündür. Bugün əgər biz İmam-ı zamanımızı gözləyiriksə, İmam zamanı tənha qoymasa, biz də Əbazər kimi olacaq. Və bizim üçün Allah nəsib eləsin. Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcəhu Şərif bizləri o cür yad edir inşallah. Çünki Əli balası.